Bunları fikirləşən əsl alimdir. Qədimdə insanlar ən çətin məsələləri həll ediblər. Özü də heç bir xüsusi texnologiyasız. Şamın avtomatlaşmış qaydada sönməsi üçün ona itlənmiş qaşığı batırırdılar. Şam əriyərək lazımi yerə çatanda qaşıq fırlanıb onu söndürürdü. Əgər quyudan hansısa qabı çıxarmaq lazım olurdusa, bir ipin iki tərəfinə də yumru daşları bağlayırdılar, daha sonra qabın içərisinə salıb dartırdılar. Bu qaydada onlar elişərək qabı dartıb çıxarırdı. Ustad Cukka isə güc düyünü vururdu. O petlələr düzəldib köməkçi iplə onları taxtaya bağlayırdı və bir əli ilə ağırlıqlar qaldırırdı. Dəyərli əşyavızı quyuya salanda o ipdən petlə düzəldərək onu aşağıya salırdı və dartaraq asanlıqla onu çıxarırdı. Hətta ağır daşları da ip petləsi köməyi ilə çıxarırdılar. Sirkulsuz, yəni kompassız ideal dairə çəkirdilər. Necə? Sadəcə 2 mismar və ip vasitəsilə. İtirməmək üçün yaddaşa vur və bir də qiymətləndirmək üçün 10 baldan neçə bal verərsən?